bir qədər zəngli xanımlar qızıl və gümüşdən olan pullardan istifadə edirdilər və bir qədər də varlı xanımlar, onlar hətta daşqaşlardan ibarət ətəkliklər də var idi. Əsasən mirvarilərdən. Bakı zonasında, məsəl üçün, hil, arpa adlı boyun bəzəkləri var idi ki, onlar ay, ulduz, günəş və yaxud baklava şəkilli, qübbə şəkilli, yəni formalı elə bir aralıqlar var idi ki, yəni bunlar həm həddəni, ondan sonra əl formasında olan, yəni beş barmaq formasında olan medalyonlar da var. Azərbaycanın bir neçə zərgərlik mərkəzləri var idi ki, onlar da Bakıda, Şamaxıda, Şuşada, Şəkidə, Naxçıvanda, Səlyanda yerləşirdi və burada istehsal olunan zərgərlik məmulatları əhalini tam təmin edirdi. Bəzəkləri sırğa və yaxud tana adlanırdı və çox geniş, çeşidli, müxtəlif tipli, növlü sırğalarımız var idi. Ən sadə formadan götürülmüş, ən mürəkkəb formalı, yəni silsilə ilə çiyinə qədər tökülən sırğalarımız var idi. Halqa sırğalar müxtəlif texnikalarda işlənirdi. Əsasən şəbəkə və mina texnikasında. Mina texnikasında istehsal olunan halqa sırğaları, onların bəzəkləri əsasən nəbati ornamentə bəzədilirdi, gül və yarpaq və müxtəlif rəngli minalardan istifadə olunurdu. Halqa sırğalar 3 düymə, 4 düymə, 7 düymə, 40 düymə formasında idi. Bundan əlavə şarlı adlı silsilə sırğalar var idi ki, onlar şəbəkə texnikasında əsasən işlənirdi. Çox gözəl sırğa nümunəsi piyaləzəng adlı sırğalardır ki, mina texnikasında. Piyaləzəng sırğaları həm şəbəkə texnikasında, həm mina texnikasında və piyaləzəng sırğalarına biz Bakıda da, Bakı, sonra Qarabağ, Lənkəran zonasında istifadə edilirdi. Baş bəzəkləri cıqcıqa adlanırdı və taclardan ibarət idi. Bu taclar əsasən toy nişan mərasimlərində qadınların başlarına taxılırdı, qızların başlarına daha doğrusu taxılırdı və bu tacların ön hissəsi naxışlanırdı və müxtəlif ləlcəvahiratlarda bəzədilirdi. Burada da eyni ilə kəsmə piləklərdən də istifadə edirdilər və yaxud da ki, qızıl sikkələrdən, pullardan, əşrəfi və s. bu kimi pullardan da istifadə olunurdu.
Ağır zinət əşyalarından kəmərləri qeyd etmək istərdim. Kəmərləri və tokkaları. Onlar ağır zinət əşyalarına aid idi və bu tokkalar müxtəlif regionlarda, müxtəlif texnikalarda işlənirdi. Həm onların həm bədii tərtibatı, həm naxışları, həm də texnikalar bir-birindən fərqlənirdi. Şəbəkə texnikası iki növdən ibarət. Bir aynalı şəbəkə, bir də qabartma şəbəkə. Aynalı şəbəkə elə bir xalça üsulu ilə silsilə naxışlar bir-birinin ardınca rəvan yerləşdirdiyi bir müstəvi üzərində. Amma qabartma texnikasında orada şəbəkə simləri qabardılırdı və dənəvərlərlə tamamlanırdı. Deyim ki, ancaq Azərbaycanda təsadüf edilir. Çox nadir hallarda başqa ölkələrdə, Azərbaycanda çox gözəl bizim ümumiyyətlə şəbəkə ustalarımız var idi. Qadınlarımızın 6 cür geyim ayaqqabıları var. Mən onun növlərini tikib hamısını qoymuşam. 6 cür qadın, bu saat göstərəcəm. 6 cür qadın geyimi var, ayaq geyimlərini mən demək istəyirəm. 5 cür də kişi geyimi. Yeganə Azərbaycan millətidir ki, Türk millətlərinin arasında. Yolda gedəndə soruşmur hara geyirsən. O vaxtı zövqlə geyinirlər, heç kimi yox. Deyir, o saat bilir ki, bu yasa gedir, ova gedir, yoxsa toya gedir. Geyimindən bilinirdi. Bütün bəşəriyyətdə, bütün millətlərdə 3 cür geyim var. Bir zədəcan geyimləri, orta təbəqə, bir də var rəiyyət, aşağı təbəqə. Aşağı təbəqədə 99% bundan geyiklər. Corabı geyib, qəşək bu, yun corabdır. Bunu giyəndən sonra içəridə belə ruhu şad olmuş Rəşid qızlara tikdirmişdi çarıq. Bunu da bura bağlayır. Bunun bağlamanın da qaydası var hələ. Fikir verin, burada paxlava şəklində bağlanmalıdır bu. Ayaq geyimi rahat, xoşa gəlimli, bir də gözəl olmalıdır, davamlı olmalıdır. Bunun şərt belədir. O vaxtların ustaları şagirdə bunu deyirdi ki, tik, həmin nəcim olsun, davamlı olsun, bir də sifətli olsun, yəni gözəl olsun. Bax, bu iki birləşmədən ayaqqabı yox ha, heç bir şey əmələ gəlməz. Bakı qadın geyimləri bir tərəfdən Şamaxı, digər tərəfdən isə Şəki geyimlərinə bənzəyirdi. Şəhər qadınlarının geyim dəsti ansambl təşkil edirdi. Görürsünüz bu ayaqqabı, fikir verirsiniz? Bu uzağa geyinmək, yəni toya getmək, uzaq yerə getmək yaparlar. İndiki kişi geyimlərinə, siz bilirsiniz ki, dədə babalarımız o vaxtı bunu giyirdə corab əvəzinə. Bu boyda 41 vəzinə ayaqqabıya fikir verir. Burada üstdən çus deyirlər, bunun adı çusdur. Bunun adı bəyət dediğim kimi məsdir. Bunu ayağına giyir səhərdən, sonra üstdən bunu giyir, fikir verin. Bir yerə gedəndə bunu çıxardır qoy qapının ağzında, bundan girir içəriyə. Bax, həmən bu materiallar, inanın, 100 il qalsa buna garantiyi verilir. Niyə? Bu əldə qayrılma, bu fabriki deyil. Bu o vaxtı tumaç deyirlər buna, tumaç. Yəni keçi dərisidir bu. Bu ayrı dərdən olmaz. Özdə keçi çox qəribədir. Bir var yayda kəsilən keçi, bir də var qışda. Qışda kəsilən keçinin dərisi belə hamar olmur, üşüyür. Çopur-çopur olur. Yaydakı hamar olur. Hal-hazırda bu. Bax, bu göl. Hər materialı iğnə tutmaz. Bax, bu fikir verin, bax, belə material tikmək olmaz. Biz girməz ona, bununla tikilir bu. Bura girməz dünyada. Girsə də tikiş saxlamaz. Amma gön deyirlər buna.
Bunun da inək gölü yaxşıdır, camış gölü sürünçək olur. Təbiət də yaradıbdır.